Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 10 suallıq sınağımızın izahına baxırıq. İzaha keçməzdən əvvəl xatırlatmaq istəyirəm ki, bizim ödənişsiz dərslərimizdən, video izahlarımızdan yararlanmaq istəyirsinizsə, 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək birinci sualımızın izahına. Yanlışlığın olduğu bəndi müəyyən edin. Baxaq. K səsi. Deməli, burada bir səs verilir və onun qarşısında da həmin səsə aid olan bir söz verilməlidir. K səsi kabab qanlı, igid canlı. Deməli, burada həm səs, həm də söz bir-birinə uyğundur. Bu isə K səsi olacaq. Yəni, K və üstündə ştrix varsa, bu K səsini verir. Kolxoz anbarı el süfrəsidir. Bu da uyğun gəldi. G səsi. Küskünə pay düşməz. Burada K G-yə keçdiyi üçün səs olaraq G səsini verəcək. K-la yazılsa belə, bu da doğrudur. X-ştrix, yəni iş səsi. Burada ürək istəyəni deməli, əl eylər. Burada isə K səsi normalda, ümumiyyətlə sözün sonu əgər K ilə bitirsə, özündən sonra samit gəlir və yaxud da təklikdə gəlirsə, o zaman bəli, X-ştrix səsini verə bilər. Amma özündən sonra sait gəlirsə, o zaman nə baş verəcək? K, Y əvəzlənməsi. Yəni, burada ürək istəyəni əl eylər. Yəni, burada Y səsini verməlidir. Uyğunsuzluq da, yanlışlıq da ilə D variantında olur. İkinci sual. Verilmiş cümlədən hansı sözü çıxarsaq, cümlədəki sözlərdən birinin son samiti kar kimi tələffüz olunacaq. Burada baxaq görək. Kasıb sözündə normalda sözün sonu B ilə bitir. Demişik ki, əgər sözün sonu B, C, D, G ilə bitirsə, özündən sonra samit gəlirsə və yaxud da ki, təklikdə işlənirsə, öz qarşılığına keçəcək. Yəni, B, P-yə keçməlidir. Amma özündən sonra sait gəldikdə isə heç bir dəyişim baş vermir. Burada da kasıb elə B kimi qalır, yəni cingiltili qalır. Bəs biz hansı sözü çıxarmalıyıq? İşi, yəni saitlə başlayan sözü çıxarsaq, o zaman olacaq kasıb güc-qüvvətlə, varlı, var-dövlətlə cümləsi alınır. Yəni, burada B artıq nəyə keçəcək? İşi sözü cümlədən çıxsa, özündən sonra samit gəlmiş olacaq, P-yə keçəcək. Deməli, cavab B variantı. Ünvanlandırmaq sözünün fonetik təhlilinə aid deyil. Əvvəlcə biz sözün təhlilinə keçməmişdən əvvəl sözün tələffüzünü yazmalıyıq. Görək, ünvanlandırmaq sözü olacaq. Ünvanlandırmaq. Baxaq bir-bir variantlara. Sözdə 8 cingiltili bir kar samit işlənib. Kar samit hansıdır? X. Yerdə qalan hamısı cingiltilidir. Doğru fikirdir. 14 səs 14 hərfdən ibarətdir. Bəli, səs artımı, səs düşümü yoxdur. Sadəcə səs dəyişməsi var. Səs dəyişməsi də yəni sayın dəyişməsi demək deyil. Daha sonra vurğu son hecadadır. Bəli, ünvanlandırmaq hecasındadır. Sözdə eyni samit 5 məqamda işlənib. Baxaq, eyni samit səs hansıdır? N. 1, 2, 3, 4 dənə məqamda işlənib. Demək ki, burada səhv olan budur. 5 yox, 4 məqamda işlənib. Çünki nümunələrdəki fərqləndirilmiş sözlər bir-birinə münasibətdə nə hesab olunmalıdır? İnsan belində nə qədər çox yük daşısa, o qədər çox bilər həyatın çətinliyini. Buradakı bel insanın kürəyi, beli mənasındadır. Əhməd belini heç kimə vermədi, onu çox çətinliklə almışdı. Buradakı bel isə yeri qazmaq üçün olan alətdir. Hər ikisinin mənası həqiqidir. Hər ikisinin kökü və yazılışı eynidir. Burada qrammatik şəkilçiləri çünki biz çıxırıq. Buna görə də kök olaraq götürəcəyik. Yəni, sözün başlanğıcı bel sözüdür. Mənalar həqiqidir, yazılış deyiliş eynidir. Ona görə də bu bir-birinə nə olur? Fərqli, tamamilə fərqli məna olduğu üçün amonim götürürük. Əgər məcazili olsaydı, biz onu çox mənalı götürərdik. Amma məcazilik yoxdur deyə amonim sayılmalıdır. 5-ci sual. Hansı cümlədə yağış torpağa can verdi nümunəsində fərqləndirilən ifadənin sinonimi işlənib? Can vermə ifadəsi əslində özü amonim frazoloji birləşmədir. Çünki can vermək həm ölmək mənasında var, həm də dirilmək mənasında var. Yağışın torpağa can verməsi, onu diriltməsi, daha da canlandırması mənasındadır. Görək harda bunun sinonimi. Sinonimi nədir? Yəni, eyni mənalısı işlənib. Amma bir şərti yadda saxlamalıyıq ki, frazoloji birləşmənin amonim, antonim, sinonim ola bilməsi üçün mütləq onun qarşılığı da elə frazoloji birləşmə olmalıdır. Aldığı sonuncu zərbəyə tab gətirməyib dünyadan köçdü. Baxın, dünyadan köçmək. Buradakı can verdiyi diriltmək mənasındadır deyə
A variantı onun antonimi sayılır. Biz isə sinonim axtarırıq. Yüzlərlə igidimiz bu vətənin azadlığı üçün canından keçdi. Bu da yenə də antonimdir. Canından keçmək ölmək deməkdir. Ömrünün sonunu xəstəliklərlə keçirən şair xəstəxanada vəfat etmişdi. Bu da antonim sayılır. Amma D variantında anasının bu sözləri oğluna həyat verdi, onu diriltdi, daha da canlandırdı, ona can verdi mənasında işləndiyi üçün elə sinonimi də D variantında olacaq. Qarşısında rəqəm qoymuş hansı sözlər isimdir? Baxaq. Dost, düşmən, daha sonra gəlir və havadar sözləri isim olacaq. Amma biz olur əvəzlik. 1, 2, 3, 4 yəni cavabımız C variantı. 5-ci dedik ki biz, mən, sən, o, biz, siz, onlar. Bu sayılır əvəzlik, şəxsi vəzifələr. 7-ci sual. Hansı cümlədə əvəzlikdən düzələn feil xəbər vəzifəsində? Deməli, birinci şərtimiz əvəzlikdən düzələn feil olsun. İkincidəki xəbər olsun. Bu məsələ tam mənlikdir. Öz üzərimə götürürəm. Burada mənlikdir sözünə fikir versək, mən əvəzlikdir. Amma mənlik sözü əvəzlik deyil. Xəbər olsa da əvəzlik deyil. Daha doğrusu, mənlik sözü feil deyil. Üzr istəyirəm. Burada feil istəyir. Əvəzlikdən düzələn feil olsun. Mən əvəzlikdir, amma mənlik əvəzlikdən düzələn feil deyil. Daha sonra işə yeni başlamasına baxmayaraq, bütün təcrübələri və tapşırıqları qısa zamanda mənimsədi. Bu cümləni hələ ki saxlayaq. Sənsiz günlərim darıxdırıcı və mənasız keçirdi. Burada sənsiz sözü birincisi cümlənin xəbəri deyil. İkincisi də ki, əvəzlikdən düzələn sifətdir. Feil deyil. Bütün resurslar və məlumatlar artıq bizdədir. Burada biz sözün kökü əvəzlikdir. Bizdədir isə xəbər olsa da feil deyil. İsmi xəbərdir. Elə əvəzlik olaraq qalıb. Onlardan aldığımız təklif və iradları dəyərləndirməliyik. Burada əvəzlik olan, yəni kökü əvəzlik olan bir dənə onlardan sözdür. O da feil düzəlməyib, belə əvəzlik kimi də qalıb. Başqa da əvəzlik yoxdur. Cavab olacaq B variantı. Çünki mənimsədi. Mən sözün köküdür. İmsəmək. Bu artıq olacaq mən əvəzliyindən düzələn feil. Və cümlədə də nədir? Xəbər vəzifəsindədir. Deməli, cavab B-dir. Hansı cümlədə isimlərin sayı daha çoxdur? Baxaq, həyatıma yenidən başlayacağım, işlərimi, planlarımı yenidən gözdən keçirəcəm. Gözdən keçirmək bir yerdədir deyə o mürəkkəb feil götürürük və biz onu ayırmırıq bir-birinə. Deməli, burada 3 dənə feil var. Vüsal həminki məsələdə problem yaşayırdı. 3 dənə ismimiz var. Deməli, burada 3, burada 3. Akif yun darağını əlinə götürüb çıxdı. Neçə dənə isim var? 4 dənə. Asfalt zavodu artıq 3 il idi ki, fəaliyyət göstərmirdi. Fəaliyyət göstərmək yenə də bir yerdədir deyə onları ayırmırıq. O mürəkkəb feildir. Deməli, 4 dənə ən çox olan C variantındadır. 9-cu sual. Hansı nümunədə yanaşı gələn iki isimdən yalnız bir adlı haldadır? Mənim könlüm deyir ki, burada yanaşı gələn isim yoxdur. Mənim əvəzlikdir deyə götürməyəcəyik. Hələ bunlar nədir ki? Burada da 2 dənə isim yan-yana deyil. Təngə gəlib boğuluram, bir qələbəm, zəfərim yox. Yanaşı gələn qələbəm və zəfərim sözləridir. Amma bizdən nə istəyir? Deyir ki, yalnız biri adlı hal olsun. Burada isə mənim qələbəm, mənim zəfərim heç bir başqa halla işlənməyiblər deyə. İkisi də adlı haldadır. Şaxta qurğuşun kimi dondurmuşdu havanı. Burada şaxta və qurğuşun. İkisi də adlı haldadır. Yenə də biz nə istəyirik? Biri adlıq olsun, biri başqa halda olsun. Burada ikisi də adlı haldadır. D variantı olacaq cavabımız. Çünki gecə gen dünya mənə darıydı. Ürəyim sinəmi sancan arıydı. Burada ürəyim, mənim ürəyim heç bir başqa hal şəkilsi ilə işlənməyib deyə adlı hal sayılacaq. Amma sinəmi sözündə mənim sinəm. Bu olacaq sinə sözün kökü, mənsubiyyət. Mənim sinəmi. Artıq burada təsirli hal şəkilçisi gəlib deyə bu olacaq təsirli hal. Yalnız bir adlı haldadır mı? Bəli, ürəyim sözü adlı haldadır, sinəmi sözü təsirli haldadır. 10-cu sual. Hansı cümlədə olan sifət və ya sifətlər yalnız adi dərəcədədir? Çox balaca, çoxaltma dərəcəsi. Daha sonra daha yaxşı, çoxaltma dərəcəsi. İndi lap çoxda olan söhbətimiz danışır. Biz də məcbur ona qulaq asırıq. Məcbur olaraq qulaq asırıq. Burada ümumiyyətlə sifət yoxdur.
D variantı sevindirici. Sevindirici sözü adi dərəcədədir. Nə azaltma, nə çoxaltma, heç birinə aid bir xüsusiyyət görmürük və başqa da varmı? Yox. Başqa da sifət yoxdur. Elə sevindirici sözünə görə biz bunu götürəcəyik adi dərəcədə olan sifət. Bugünlük izahımız bu qədər. Əgər video sizin üçün yararlı oldusa, videonu bəyənməyi, paylaşmağı və rəy bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hələlik bu qədər. Gələn videolarda görüşənə qədər sağ olun.